Bu günləri biz deməli Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı adlı layihə çərçivəsində palçıq vulkanlarının monitorinqinin ikinci günüdür. Mən buna görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Agentliyinə öz təşəkkürümü bildirirəm ki, belə bir layihəni maliyyələşdiriblər. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Nazirliyin özünə öz təşəkkürümü bildirirəm ki, bizə belə şərait yaratdılar ki, biz də gəlib burada bu monitorinqləri apara bildik. Ceyhun müəllim, sizə çox dərin minnətdarlıq bildirirəm. Yəni 2 gündə bizlə bərabər bu cür yerləri gətirdiniz, göstərdiniz, palçıq vulkanları haqqında. Bütün demək olar ki, Abşeron yarımadasında nə qədər palçıq vulkanları vardı. Bunları hətta yol boyu belə bizimlə söhbət apardınız, söhbət elədiniz. Palçıq vulkanlarının adını bir-bir bizə vurğuladınız. Düzdür, onları belə yol boyu biz çəkə bilmədik, amma ki, ən azı onlarla bağlı bizə çox böyük bir məlumat verdiniz. Siz yenə də özünüzü bir tanıdın, özünüz haqqında bir məlumat verin, zəhmət olmasa. Əvvəl xəbər verdiyimiz kimi, biz palçıq vulkanlarının qorunub, mühafizə olunub, gələcək nəsillərə çatdırılması üçün bir fəaliyyətimiz vardır və biz bu istiqamətdə yorulmadan, durmadan çalışırıq. Məhz bizim fəaliyyətimizin nəticəsidir ki, əvvəllər təxminən 15 il bundan əvvələ qədər çox ciddi antropogen təsirlərə məruz qalmış bu gözəl təbiət abidələri, palçıq vulkanları artıq öz qayğısını görürlər, özlərinin layiqli qayğısını görürlər və biz demək olar ki, bütün palçıq vulkanlarının özünü təbii bərpa etməsi üçün şəraitini yaratmışıq. Məsələn, biz yol boyu sizə hətta izah elədim ki, biz hansı formada mühafizə tədbirlərini həyata keçiririk. Yəni, bizim mühafizə əməkdaşları qrup halında kompakt yerləşmiş palçıq vulkanları üzrə deməli, naryadlara bölünmüşdür və gün ərzində biz həmin ərazilər üzrə öz xidmətimizi aparırıq və palçıq vulkanların toxunulmazlığını təmin edirik. Bu palçıq vulkanlar hansı təsirlərə məruz qala bilər? Palçıq vulkanlarının yaxınlığında evlər inşa edə bilərlər. Palçıq vulkanının ixrac etdiyi məhsuldan müxtəlif məqsədlər üçün istifadə edə bilərlər. Palçıq vulkanının ərazisinə daxil olmaq belə həmin palçıq vulkanında illər boyunca yaranmış mikroforumları tapdaq altına almaq deməkdir və bunun kimi bir çox sadalamağı mümkün olan səbəbləri izah etməklə nə qədər ciddi təsirlərə məruz qala biləcəyini göstərə bilərəm. Və məntiqi davamı olaraq söyləmək istərdim ki, məhz üzərində durduğumuz bu palçıq vulkanı da bizim tərəfimizdən qorunur. Nədir? Biz dünən vulkanı idi, bəli. Bu vulkanın adı nədir? Bu palçıq vulkanı zahiri görünüşünə görə dəvənin üst hissəsini xatırlatdığına görə dəvə boynu adı, bəli, dəvə boynu adı almışdır və bu palçıq vulkanı 3 hissədən ibarətdir. Gördüyünüz qədər o tərəfdə və aşağı yamacda. Həmin hissələrə əsas palçıq vulkanının təzahürləri deyirlər. Yəni, palçıq vulkanı özü vahid formadadır, amma qolları onun təzahürləri adlanır. Bu palçıq vulkanı ümumiyyətlə çox bəyənilən palçıq vulkanlarındandır və burada istənilən, ağlımıza gələn istənilən ekoservis xidmətlərini, ekoturizmi burada inkişaf elətdirmək olar. Həm hündürdə yerləşib, havalı yerdir, havalı yerdir. Görünüşünü görürsünüz ki, Abşeron yarımadasının ən gözəl palçıq vulkanlarındandır. Həqiqətən möhtəşəm, belə görünüş çox möhtəşəmdir. Həm də mən demək olar ki, burada belə havası o qədər sərindir ki. Hətta bu qızmar yay vaxtı, saat 6-dan sonra burada turistlər üçün çox rahat iqlim şəraiti yarana bilər ki, hansı ki, şəhərin mərkəzində onlar əziyyət çəkə bilərlər o sizə, amma burada istənilən sutkada 6-dan sonra bu cür sərin külək. Valla çox qəşəng olar ki, ekoturizmlə bağlı doğrudan deyil, burada qəşəng şərait var, yəni gəlib burada çadır qurub, yəni burada müəyyən bir, məsələn, bəzi yerlərdə baxırsınız ki, məsələn, həmin o yerin yeməyini, nə bilim, nəyisə belə daha məşhurdursa, spesifik şeylərini
bax burada təşkil eləmək olar. Məsələn, xarici turistləri bura cəlb edib, burada bunlar üçün bunu təşkil edib. Həm bu palçıq vulkanlarımızla bağlı tanıtım etmək olar. Həm də ki, burada həqiqətən havası o qədər gözəldir ki, möhtəşəm bir havası var. Bizim planımızdadır ki, bu ilin, cari ilin növbəti 5 ay ərzində bizim 3 tədbirimiz olacaq. Bu tədbirlərdə ikisi quru tədbirləridir, biri dəniz tədbiri sizə söylədiyim kimi. Və onların birini məhz burada keçirmək istəyirik. Çox böyük kütlə, yəqin ki, bir 100 nəfərdən ibarət insanları bura yığacaq və onlara ərazi haqqında, fikirlərimiz haqqında, ideyalarımız haqqında geniş məlumat verəcək və xüsusilə qeyd etmək istəyirəm. Hər hansı bir təbiət obyektini ekoturizm obyekti kimi, detalı kimi istifadə etməmişdən əvvəl onu kompleks şəkildə qorumalısan. Bəli. Biz bu vulkanları qorumasaydıq bu 10 neçə il ərzində, 15 il, 16 il ərzində bu günləri, bu şərait, bu görünüş olmazdı və həmin fəaliyyəti bu insanlar, bizim mühafizə əməkdaşları həyata keçirirlər yorulmadan, usanmadan. Ona görə də biz bu görünüşün, bu təbii görünüşünün mövcudluğuna görə bizim qoruğun mühafizəliyik. Bəli, çox təşəkkür edirəm. Bu gün bizimlə bərabər doğrudan da bu qoruqların mühafizə xidmətinin nümayəndəsi bizimlə bərabərdir. Baxın, məqsəd nədir ki, buranı qoruyursunuz? Məqsədiniz nədir? Ümumiyyətlə, palçıq vulkanlarının mühafizə etməkdən məqsəd palçıq vulkanlarının təbii görünüşünü qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək. Çox təşəkkür edirəm. Həqiqətən bu bizim üçün çox vacib məsələdir. Çünki gələcək nəsillərə nə ötürə bilərik? Əslində sizə istəyirdim onun Səbuhinin sözünə bir əlavə olaraq. Gələcək nəsillərə ötürmək, yəni kimlərinsə ağlında o uzaq gələcəyi nəzərdə tutulur. Yox, biz yaxın gələcək. Bəli, bax məsələn, bir çox vulkanlar var ki, o vulkanları biz mühafizə etməsəydik, elə bu nəsil belə görməyəcəkdi onu. Yəni o vulkanların məhsulundan davamlı daşınma, həmin ərazilərin müxtəlif növ tullantıların atılmağı və bir çox fəaliyyətlər, antropogen fəaliyyətlər o vulkanı demək olar ki, məhv edəcəkdi və indiki nəsil onu görməyəcəkdi və ona görə bizim fəaliyyətimizin əsas istiqaməti onların qəti olaraq mühafizə olunmasıdır və istənilən şəxs, Azərbaycan vətəndaşı palçıq vulkanlarının koordinatlarını alıb həmin əraziyə gedərsə, orada göstərdiyimiz qayğı, diqqəti həmən hiss edəcək. Nədə hiss edəcək? Ərazinin təmizliyində, ərazinin bir dənə zəhmət olmasa ətrafa baxsanız, bir dənə belə heç nə yoxdur. Burada adi hallarda, bura ən küləkli yerdir. Adi hallarda bura bütünlüklə salafan kloklarla və başqa tipli tullantılarla örtülü olur. Və biz onu həmən yığışdırırıq, çünki buna bizim başqa bir şansımız yoxdur. Həmən yığışdırmalıyıq ki, yəni təsəvvür edin ki, bu ərazi salafanlarla örtülsə, bu boyda gözəl təbiət obyekti görülməyəcək. O yüzdən bizim prioritet istiqamətimiz mühafizədir. O mühafizəni də bizim mühafizə əməkdaşları yerinə yetirir və elə bilirəm ki, biz yaxın gələcəkdə, bəlkə də gələn ilin əvvəllərində artıq ekoturizmin bir sıra növlərini bu vulkanlarda, o cümlədən bu vulkanda təşkil edəcəyik. Valla mən buna çox sevindim. Yəni doğrudan da belə bir təşəbbüsləriniz var, ekoturizmin inkişafı və illah da mən bilirəm ki, bu sahədə sizin çox böyük bir təşəbbüsləriniz və işləriniz var. Ona görə də mən sizlərə çox təşəkkür edirəm ki, bu məni sevindirir ki, doğrudan da. Mən də sevinirəm ki, nə yaxşı ki, mən belə bir layihəni məhz Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafını belə bir layihəni seçmişəm. Çünki bununla bağlı belə sizdən və sizlərdən belə eşitdikcə həqiqətən çox belə sevinirəm ki, həqiqətən təqdirə layiq bir işləriniz var sizin. Sizin fəaliyyətiniz hamıya məlumdur. Təbiətin mühafizədə və bir çox istiqamətdə də geniş işləriniz olub. Şəxsən mənə xoş oldu ki, siz vulkanları ilk dəfədir görürdünüz, onlarla ilk ünsiyyətə bağlanırdınız və sizdəki o emosiyalar mənə xoş təsir elədi. Biz yol boyu təxminən bir 10-a yaxın vulkan, hətta burada dura-dura biz ətrafda 2 vulkanı da görə bilirik. Siz yəni bu günləri 10 vulkana yaxın vulkan görürsünüz. Bu sizin üçün əslində bir gün üçün çox böyük məlumatdır. Və inanın ki, sizin gördüyünüz vulkanlardan çox daha gözəl vulkanlarımız var ki, hansı ki, onların hamısı ekoturizm obyekti kimi istifadə edilə bilər. O da əmin ola bilərsiniz ki, bizim prioritet fikirlərimizdir və qarşıdakı çox yaxın illərdə
tam mənada onlar istifadə olunacaqdır. Biz bir dənə də orada bir vulkanı gördük və həqiqətən orada getdik. Qarabağ, Pirpili Qaradağ. Pirpili Qaradağ. Yəni bu vulkanı da biz müşahidə elədik orada. Vallahi çox təşəkkür edirəm. Yəni bizə də vaxt ayırdınız, bizimlə bərabər bir yerdə oldunuz və biz yavaş-yavaş irəliləyək, o vulkanımızı çəkək və yenə də eyni zamanda mən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə öz dərin minnətdarlığımı bildirirəm. Ki o mavi rəngdədir. Hər bir vulkanın özünün rəngi var. Hər bir vulkanın özünün rəngi var. Biri məsələn deyirəm, bozun daha tünd rəngi ola bilər. Bəli. Bozun açıq rəngi ola bilər. Bir də bozun maviyə çalan rəngi ola bilər. Bu da həmin palçıq vulkanın xaric etdiyi elementlərin həcmindən asılıdır. Bu görünür, bu vulkan elə həmin elementə görə o rəngi alıb. Qapını bağladı. Baba, biz qayıdırıq da, bəlkə birdən qapı zat bağlanmaz. Hə, lap elə. Yox, gəl, bağlıdsa gəl. Oranı yaxşı qorudur, mühafizəçiləri doludur orada. Kənar adam olsa tutub aparmışdılar. Bizim bir dənə şükür işini aparıb 2 gün saxlamışdılar. 2 gün. Deməli, Ceyhun bəy, bəziləri yolda da siz o qədər maraqlı söhbətlər elədiniz ki, bu dağ silsilələrinin yaranması, Bəli. bu palçıq vulkanlarının yaranması. Bir də ki, bu palçıq vulkanlarından məsələn tikinti kimi istifadə olunması. Amma yəni siz bunları qoruyursunuz, saxlayırsınız, bunlara icazə vermirsiniz ki, bunlardan belə əlavə olaraq istifadə kimi gəlib götürüb. Amma bunlardan mümkündür da, məsələn tikinti kimi istifadə edilsin. Tikinti materialı kimi istifadə edilə bilər, amma çox məhdud. Çox məhdud zaten. Bəli, çox istifadə olunduğu təqdirdə təsəvvür edin ki, davamlı olaraq, məsələn deyirəm, Qoturdağdan 3 ay ərzində material daşınarsa, Qoturdağ nə vəziyyətə düşəcək? Aha, mən bilmək istəyirdim. Tüm görünüşü məhv olacaq. Amma burada bir haşiyə var. Məsələn, Otman Bozdağ palçıq vulkanı ixrac etdiyi məhsul onun dabanından, yəni dağın özünün qurtaracağından bir xeylə, bir kilometr yarım məsafəyə yayılıb. Həmin məhsuldan istifadə etmək olar. Çünki onun yayıldığı ərazi vulkanın özü deyil. Vulkan sadəcə olaraq onun o istiqaməti axıdıb. Bəli. Ondan istifadə eləmək olar. Onun kimi axtarma var, ondan istifadə eləmək olar. Var, bir neçə vulkan var, ondan ev tikmək üçün yox. Məsələn, hər hansı bir qabları istifadə eləmək üçün, istehsal eləmək üçün, suvenirləri istehsal eləmək üçün. Bəli. Amma belə tikinti üçün, təsəvvürün bir bina tikmək üçün bir dənə bu vulkan məhv olar. Olmaz. Olmaz da, ona görə də biz bu vulkanlarımızı qoruyub saxlayırıq. 2011-ci ildə, bax bu yerdən idi. 2011-ci ildə 15 il püskürübdür belə, bəli. Ərzində yaranan bir şeydir. 15 il. Şeydir, bura çox maraqlıdır. Yəni bunlar da gələcəkdə belə qalxıb o vəziyyətə yarana bilər. Onun milyon illər yaşı var. 100 min, 200 min, nə qədərsə. Deməli bunlar da belə qalxıb. Nə zamansa? Onun balaca formasıdır. Bunlar onun balaca formasıdır. Dəvə boynu. Dəvə boynu budur. Dəvə boynu. 100 ildən sonra, 200 ildən sonra. Yox, 1000, 200 min. Hə, 200 min, bağışlayın. Təsəvvür eləyin, yəni belə deyək də. 200 min ildən sonra, bax bu da böyüyüb elə bir vəziyyət ala bilər. Yəni bu ehtimaldır. Görürsünüz, burada neftin ləkələri var. Buna gəl yaxından. Neft ləkələridir, bax. Hə, neft ancaq çox qəribədir. Əlimə belə sala bilir. Qəribə niyə olmur ki? Sonra çətin... Nə qəribədir. 17 dərəcə Selsidir, stabil. Bax bu nədir belə? Ona deyilir direkçiyə. Sülb tullantısı. Nə tullantısı? Sülb tullantısı. Bu nə üçündür? Bu xeyri var ya məsələn? Oradan məncə yox. Baharda var amma. Baharda var? Baharda var, bəli. Onu elə əlinizi salın, orada yuyun. Elə mən də ona görə istədim. Çox maraqlı idi.
çox maraqlıdır. Həqiqətən, yəni möhtəşəm bir Çox gözəl. 200 dənə quru vulkan var. 180 qurudun hər biri şəxsən mənim özümə tanışdı necə. Və bu vulkanda bunu 2011-ci ilin Mən oktyabr ayında qurmuşuq bunu. O ki, buradan kiçik təzə fəaliyyətə başlamış Qrifon öz axıntısını axıdırdı, neft, su. Biz onu prosta üzə göstərməkdən ötürü haşiyə aldıq ki, gələn adam görə bilsin ki, burada belə bir şey var. Gördüyünüz kimi bəziləri öz fəaliyyətini davam elətdirir, bəziləri oradakı kimi. o forma. Bəziləri amma ümumiyyətlə bir müddətdən sonra sönür. Hə, tamam. Nəyə görə sönür? Ona görə ki, orada metanın, çatda metanın miqdarı tam azalır. Çünki onu hərəkətə gətirən qazdır. Bir də sizə bir sual vermək istəyirəm. Bax, siz bilirsiniz də, bu dəqiqə ekoloji təmiz biz deyirik ki, yaşıl enerji. Məsələn, bax, bundan biz hardasa yaşıl enerjidə istifadə edə bilərikmi? Bir mənalı enerji deyiriksə, bunu gübrə kimi istifadə eləmək olar. Ancaq gübrə kimi istifadə edə Başqa nə kimi bilərik. Amma istifadə? təbii gübrə. Təbii gübrə, yaşıl enerji. Məsələn, yanan şistdən Bəli. Elə bir tüstü buraxır. Bəlkə də indi biz bunu uzaqdan görürük, bəlkə də vulkan püskürür orada. Samir, bəlkə onu zoomla yaxınlaşdırasan, baxasan. Yaxınlaşdırmışam. Hər şey ola bilər. Ən böyük zoom lensin maşındadır. Bu maksimal zoom'u budur. Bunun maksimal zoom'u zəifdir. Zoom. Ay, yox, zəifdir. Bu mən də görürüm də. Hə. Ola bilər vulkan. Maşından o bir sürü şey gətirsəydi onda. Gedək, amma yəni od görsənmədi də. Yəqin ki, nəsə yandırdılar. Ola bilər. Hə, tamam, gedəyin təbii. Hə, çox sağ olun. Axırıncı o 2 günlüyü də orada demişəm, axırıncını. Oradakı vəbşə super alınır. Hə. Vulkanlarının üzə çıxartdığı deməli bərk cisimlərdən biri də yanar şistdir. Yanar şisti elmi iş olaraq çox belə geniş öyrənirlər. Yəni bu özü bir elmdir. Yanar şist necə əmələ gəlir? Nəyə görə bu formada əmələ gəlir? Tərkibi nədir? Obalarda istifadə olunur ki, temperatur yaransın. Temperatur yaransın və temperatur spiral effekti yaradır, bəli. Burada nə gözəl. bir-birinə yaxın belə kağız formasında paralel fikir verin. Təbiət bunu paralel yaradır. Paralel yaradır. Spiral da necədir? Bir-birinə paralel dolanmış şeylərdir. Bəli, bəli. O da həmin effekti yaradır, isidir və temperatur ona nə deyirdilər? Kondensatorun lövhələri deyirdilər də. Arasında, bu lövhələr arasında temperatur qalır və saxlayır orada deyə yayılır. Tez açıq olsa temperatur itər. Arada qalır deyə alta da üstə də istilik effekti verir. Deməli bu onu əmələ gətirir. Bəli, yanar şist. İstilik effektini Yanar şist özü böyük bir elmdir, biləsiniz. Çox gözəl. Yataqlar. Onları mən o qədər belə mənim üçün maraqlıdır ki, onlar nə edirdi? Onlar məsələn kəndlərdə, həmin ətraf kəndlərdə belə otellər düzəltmişdilər və o dağlardakı o isti suyu axıdırlar orada vanalar qəbul edirlər və həm yerli cəmaət oradan istifadə edə bilirdi. Orada kənd məhsulları, böyük bazarlar var idi. Həm yerli insanlar məsələn həm də evlərini icarəyə verirlər. Kimsə istəyir getsin orada onlardan istifadə eləsin. Pamukkale deyiləndə siz bilirsiniz onu. Amma o qədər mən olanda da düşünürəm ki, bizdə nədən bunlar olmasın? Bax, bizdə də bizim sərvətimiz onlarınkindən daha çoxdur. Yəni, belə ümumiyyətlə götürəndə. Bəli. Bəli. Üstündə işləmək lazımdır və biz də bunu tanıtmaq lazımdır. Yəni, bunu dünyaya çıxartmaq lazımdır. Mən bilirəm ki, bu sahədə sizin böyük belə işləriniz də var. Mən
layihələri var. Yəni bu yaxınlarda da böyük bir tədbirimiz olacaq palçıq vulkanlarından bağlı. Biz də ona görə bizim üçün də çox maraqlıdır. Palçıq vulkanlarına marağımız olduğu üçün biz bu layihəni seçdik və eyni zamanda ekoturizmlə onunla bərabər yanaşı. Çünki mən həmişə ekoturizm deyəndə illər boyu, bəlkə bir mən sizə deyim ki, bir 15 il, 20 ildir ekoturizm mənim ən belə sevdiyim bir sahədir. Yəni mən həmişə istəmişəm ki, çünki bilirsiniz də ekoturizm Azərbaycanda təzə-təzə inkişaf eləməyə başlayıbdı. Həmişə də bu məni o qədər incidirdi ki, niyə görə biz bu ekoturizmi inkişaf elədirə bilmirik? Nəyə görə bundan doğru düzgün istifadə edə bilmirik? Yəni ekoturizm deyəndə elə təkcə biz elə məsələn turist deyəndə gedirlər ancaq yeyib içmək bu deyil. Ekoturizm belə bir təbiətdən istifadə eləmək, insanlar öz çantalarını alsınlar, getsinlər, bütün Azərbaycanın qarış-qarış bu təbiətini gəzib görsünlər, həm xarici vətəndaşlar, həm yerli cəm. İş burasındadır ki, yerli əhalimiz belə bunların tanıtımını heç bilmirlər. Çox təəssüf hissindən. Sözlü qüvvəti məsələyə bir yetkin gətirmək. Məsələn, bütün simulyasiyanı götürək bu palçıq vulkanı üzərində, Bahar vulkanı. Bəli. Bahar vulkanı ətrafında yüksək gərginlik naqilləri yoxdur. Ekstremal sportun paraplan və yaxud da paraşütdən tullanma. Bunu mümkün etmək. Bəli. Gördüyünüz kimi ərazi geniş plato şəklindədir. Burada müxtəlif palatkalar, çadırlar qurub kempinqlər eləmək olar. Ərazidə Bəli, bax mən onu deyirəm də, bəli. Yüngül çəki hərəkət edən texnika vasitəsilə cığırlar üzərində hərəkət edir. Kofe məsisləri, nə bilim, Çay süfrələri, bəli. Çox işlər. Bu günləri 2 gün siz bizimlə bərabər bu həm Bahar vulkanı, həm Bilbili Qaradağ, bəli, bax bunlarla bağlı bizə çox böyük tanıtımlar etdiniz. Sizə çox təşəkkür edirəm bu tanıtımınıza görə və sizlərə işlərinizdə uğurlar arzulayıram və bir daha mən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm belə bir gözəl layihəni maliyyələşdirdiyi üçün. Çox sağ olsun, təşəkkürlər, minnətdarım sizə.